Yəqin ki, o videonu gördünüz də, Bilasıvardan qardaş yazıb ki, çəkiliş edib ki, mənim 38 yaşım var, mən hələ belə bir qar görməmişəm də, yəni bu qədər qar yağdığını görməmişəm. Birinə deyəndə ki, bu fermanın ara məsafəsini yaxın qoymalısan, elə bilir ki, bu fermanın çox satılmağını istəyirik biz. Çox satıb, çox xeyir güdməyimizi istəyirik. Allah şahiddir. Bizi tanıyanlar tanıyır, yaxından, uzaqdan fərq eləmir. Yəni, bizim heç elə bir fikrimiz də yox. Allah Taala bir tikə çörəyimizi verir, bəs edir bizə. Nəyi deyəcəm? Zəng elədilər ki, mən fermanı 3 metrdən bir atmaq istəyirəm, 2 metr 50 santdan bir atmaq istəyirəm. Nə olasıdır ki, bölgəmiz bizdə, misal üçün deyirəm, Saatlıdır, Salyandır, Neftçaladır və yaxud da ki, Sabirabaddır, Hacıqabuldur. Misal üçün deyirəm, misal üçün. Qardaş, bunu ata bilərsən, neysən, bugünkü gün üstünü başında işləyərsən, heç nə olmaz. Amma düzgün deyil də. 2 metrdən bir ferma düzgün deyil. Allah uzasın. Səhər indi videolar çıxıb baxacaqsınız. Müəyyən problemlər yaşanır. Qarda navis, çökən navislər var. Onun üçün yaxşıdır ki, bunların ara məsafəsini bacardığın qədər qısa qoyasan, az qoyasan. Məsəl üçün 1 metrdən 1. 1.10-dan, 1.20-dən 1, 1.30-dan 1. O 20'nin 40 aylar olanları, onları 1 metrdən böyük fikirləşməyin. 1 metrdən bir atılsa yaxşıdır. Yəni 1.10 patolku 1.20 ilə. 40'ın 40'alar o 1.30'dan 1, 1.40'dan 1 atılsa yaxşıdır. Yəni maksimum. Sən geri deyirlər ki, qardaş, mən istəyirəm 2 metrdən, 2 metr 50 santdan bir at. Vallahi 2 əldən 3 metrdən bir dirək bastırılır. Biz normalda dirəkləri 3 metr məsafə ilə bastırırıq. Olmaz belə. Hər şeyin öz konstruksiyası var, işləmə qaydası var. Düzdür, bugün işlədəsən, problem olmayacaq. Amma Allah olsun, problem olmadı, bir dəfə olacaq. Peşmanlığında ömür boyu çəkəcəksiniz. İşinizi çalışın, etibarlı tutun. Çünki zamanla o, misal üçün məbləği deyirəm, 100 manat, 200 manat, 300 manat qazanacaqsınız, yerinə gələcək. Amma niyə ömür boyu baxıb deyəsiniz ki, kaş bunu o vaxtı, yəni baxmazdım, 200-300 manata daha keyfiyyətli eləyərdim. Salamat qalın, videonu bəyənin, paylaşın, ehtiyacı olan hər kəs yararlansın. Bunu çəkməyi özümə borc bildim. Bax, bizdə bu qolların arasını daha yaxın qoyuruq ki, problem olmasın. Videolar baxıram, kimlərsə yığır. Allah canlarına sağ olsun. Mən heç işim yoxdur. Bu qolların arasını qoyurlar 60 santı. Canımızsa desin. Böyük məsafələr yığırlar 20'nin 40 ilə. Yaxşı bir şey deyil. Hər şeyin öz konstruksiyası var, düzgün işlətmə, düzgün